İzə 11-ci sinif testinin izahını verirəm. Xatırladım ki, sualların tərtibi mənə məxsusdur. Deməli, bu qanunla hərəkət edən cisim 2 saniyə sonra dayanır. Cismin başlanğıc sürətini hesablayın. Bunu 2 üsuluna hesablaya bilərsiniz. Bir T-tormozun üstünü yaza bilərsiniz. T-tormoz bərabərdir V0 bölünsün A. Bərabərdir V0'ın yerinə, bizdən V0 soruşur. V0'ı bilmirik, amma V0 tapmaq üçün T-tormozu A'ya vurmaq olar. A burada. V0 çıxılsın A vur T'dən. A buradakı 4 ədədidir. Deməli, A'nın yerinə 4, T'nin də yerinə 2 yazsaq, alarıq ki, V0 bərabərdir 8 metr bölünsün saniyə, C variantı. Və ya ikinci üsul nədir? Verilən tənliyi yazıb V0 çıxılsın 4T bərabər 0 edirsiniz. İkini də yerinə qoyub hesablamalarımızı aparırsınız. Olacaq V0 bərabər 8 metr bölünsün saniyə. 32. Detektorla qəbul edicinin sxemi verilmişdir. A və B hissəsində hansı cihaz olmalıdır? A, B hissəsində yarımkeçirici diod olmalıdır. Yarımkeçirici diod. Deməli, cavabımız olacaq D variantı. Dəyişən cəryan dövrəsinə sarğac qoşulmuşdur. Dəyişən cəryan tezliyini 2 dəfə artırsaq, cəryanın şiddətinin amplitude qiyməti necə dəyişər? Sarğacın aktiv müqaviməti nəzərə alınmır. Deməli, I maksimumun düsturu U maksimum bölünsün XL-dir sarğac qoşulmuş dövrədə. XL-in yerinə yazırsınız. Omega vurulsun L. Omeganın da yerinə tezlik dediyimizə görə 2 pi-ni yazırsınız. O maksimum bölünsün 2 pi-ni vurulsun L. Gördüyümüz kimi cəryan şiddətinin amplitude qiyməti nü ilə tərs mütənasibətlidir. Ona görə də tezliyi 2 dəfə artırsaq, cəryan şiddəti 2 dəfə azalar A variantı. 34. Şəkildə cəryanlı naqilərin ən kəskiləri verilmişdir. A nöqtəsinə yekun maqnit induksiya vektorunun modulunu hesablayın. Cəryan şiddətləri I1 və I2-ni I verib, I3 1.5 idi və məsafələr fikri verin, hər birindən eyni məsafədədir. Və yazmışıq ki, burada induksiya vektorunun modulu 2 mT-dir birinci naqil üçün. Aha, deməli bu I, bu da I, bu 1.5 idi. Maqnit induksiya vektoru I ilə düz, I-dən olan məsafədən, yəni naqildən olan məsafədən tərs asıdır. Məsafələr eynidir. Birincinin yaratdığı 2 mT-sı ilə ikincinin də yaratdığı 2 mT olacaq. Üçüncünün yaratdığı isə məsafə eyni olmağına baxmayaraq I 1,5 dəfə böyükdür. I 1,5 dəfə böyüksə B3 də B1-dən 1,5 dəfə böyük olar. Deməli 1,5 vurulsun, 1,5 vurulsun B1. B1-ə də 2 demişdik. 1,5-i 2-yə vursaq olacaq 3 mT. İndi istiqamətə baxaq. Birinci naqil üçün A nöqtəsində induksiya vektorunun istiqaməti, birinci naqilimiz X kimdir? X nə idi? Bizdən şəkil müstəvisinə doğru perpendikulyar və cəryanlı naqilə gələcək induksiya vektoru toxunan boyunca yönəldi və saat əqrəbi istiqamətində. Deməli, A nöqtəsində induksiya vektorunun modulu istiqaməti oldu aşağı. İlki nöqtədir, yəni şəkil müstəvisinə bizə doğru gəlir cəryan. Belə olduqda saat əqrəbinin əksinə olurdu. Saat əqrəbinin əksinədirsə A nöqtəsində də oldu aşağı. Deməli, bu hər ikisi də aşağıdır. İndi I3-ə baxaq. Yenə saat əqrəbi istiqamətində olacaq sağa doğru. İkisi aşağıdır, B1 və B2 aşağı, B3 isə sağadır. Deməli, B1, B2 eyni istiqamətdə olduğuna görə cəmlənir. Olacaq 4 mT aşağı, 4 mT aşağı. B3 isə sağa doğruydu, 3 mT da sağa. Yekun induksiya vektoru tapılarkən Pifaqordan tapırsınız və bilirsiniz ki, 3, 4 sizə verəcək 5 mT-ni. 35. Çevrə üzrə hərəkət edən cismin bucaq sürətinin zamandan asılı qrafikinə görə 5 saniyə ərzində neçə dərəcə dönər? Neçə dərəcə dönər? Yəni bucaq sizdən soruşsa fi tapılır. Finin düsturu omega vurulsun T-dir. Vurmadı. Tapacaqsınız fiqurun sahəsini. Düz bucaqlı üç bucaq olduğuna görə omega vur T bölünsün 2 yazmaq lazımdır. 0,12 vurulsun 5 bölünsün 2. Bu da olacaq 0,13. Biz tapdıq radian, amma bizdən dərəcə soruşulur. Dərəcə soruşulursa, radianın dərəcəyə çevirmək istiyoruz. 0,3 vurulsun 180 bölünsün pi. Verilən radianı 180-ə vurub pi'yə bölürsünüz. Pi də 3'dür. 3'lər getdi, vergülümüz də buradan getdi. Qalacaq 18 dərəcə B variantı. 36. Sıxlığı 5000 kg bölü metr kub olan cisim bir cins, çəkisiz sözü burada səhv gedib. Linki də tarazlıqdadır. Cismi və dayağın yerini dəyişmədən şəkildə kimi su içərisinə qoysaq, tarazlıq necə dəyişər? Deməli, suyun sıxlığı 1000 kg bölünsün metr kubu. Bölgə arasındakı məsafələr eynidir. Aha. Gəlin baxaq. Deməli, uşaqlar, burada nə baş verir? Çəkisiz sözü burada səhv gedib, hətta sonradan düzəliş əlavə eləmişəm. Bilmirəm o sözü niyə ora əlavə elətdirmişəm. Yəni, bu söz səhvdir. Çəkisi var linkin. Çünki çəkisi olmasaydı bu sistem tarazlıqda qala bilməzdi. Gəlin uşaqlar, bunun MJ-sini çəkək. MJ, buna M1J yazaq. Buna da
M2J yazaq. Əvvəlcə burada yanan ipin gəlinmə qüvvəsi T yalnız M2J-yə bərabər idi və tarazlıq qorunduğuna görə M1J vurulsun öz qolu bərabər idi T vurulsun öz qoluna. Bu tarazlıq ödənmişdi. Yəni tarazlığımız T bərabər idi. Belə yazaq da. Qolu T'nin qolu 2-dir. 2T bərabərdir. M1J-nin qolu 0,5-dir. Yəni M1J vurulsun 0,5. 2-də 1. Buradan da alırdıq ki, T bərabərdir. M1J bölünsün 4. Bu belə idi. Daha sonra Arximed qüvvəsinin təsiri ilə su gətirəndən sonra Arximed qüvvəsi yönəlir yuxarı. T əvvəlcə yalnız M2J idi. T bərabər M2J idi və belə olduqda demişdi tarazlıq qorunur. Amma artıq suyun içərisinə gətirdə olur ki, T çıxılsın, T üstə gəlsin F Arximed bərabərdir M2J-yə. Buradan da alırıq ki, T bərabərdir M2J çıxılsın F Arximed. Deməli, bura təsirdən qüvvənin qiyməti dəyişdiyinə, yəni T dəyişdiyinə T nə oldu? Azaldı. T azaldığına görə də burada yaranan ipin gəlinmə qüvvəsi azalacaq. T onsuz ipin gəlinmə qüvvəsidir. Nə baş verdi? Əvvəlcə momentimiz bu hissədə 2T idi. Və bu 2T digər momentə, digər tərəfdə, yəni saat əqrəbinin əksinə fırladan qüvvə momentinə bərabər idi. Bu bizim birinci şərtimizdir. Daha sonra nə baş verdi? 2T azaldı. Yəni ipin gəlmə qüvvəsi azaldı. Amma burada nə M1J dəyişməyib, nə də ki qol dəyişməyib. Bu hissədə dəyişən bir şey olmadığına görə bərabərlik qorunmaz. Ona görə də T azaldığına görə, yəni bu hissənin momenti azaldığına görə bu hissə B hissəsi yuxarı qalxar, A hissəsi isə nisbətən aşağı düşər. Ona görə olacaq B variantı. 37. Metal naqildən xan cəryan şiddəti 2 dəfə artırılarsa naqilin müqamətiniz dəyişir. Naqilin müqaməti asılıdır. Rol bölünsün S-dən, bir də ki temperaturdan asılıdır. Onlar da dəyişmədiyinə görə dəyişməz. I-dən, U-dan asılılığı yoxdur. Henry vurulsun amper. Henry induktivliyin vahididir. Amper isə cəryan şiddətinin vahidi olacaq maqnit seli. Yəni C variantı. 39. Nazik ipək hesabdan alüminium halqa asılmışdır. Maqniti alüminium halqaya daxil etdikdə halqada yaranan maqnit seli və induksiya ehiqi haqqında verilənlərdən hansı doğrudur? Əgər halqa kəsikdirsə, orada induksiya ehiqi yaranmaz. Ona görə 3 doğrudur. Amma halqaya maqniti daxil ediksə, maqnit seli artar. 1 və 3. Hər ikisi artar səhvdir, çünki ehiqi yaranmayıb. 40. Kondensatorlardan ibarət sxem verilmişdir. Ümumi tutumu hesablayın. Deməli, burada baxın, arıca birləşib. Arıca birləşmədə tutum saya bölünür. Yəni bu hissə oldu C bölü 2. Bu C bölü 2 ilə aşağıdakı C bir-birinə paraleldir. Onlar cəmlənir. Oldu 3C bölünsün 2. 3C bölü 2. Bu 3C bölü 2 ilə də bu C bir-birinə ardıcıldır. Ardıcılda əgər müxtəlif idisə C1 vur C2, 2-dən olarsa C1 üstə gəl C2 ifadəsini istifadə edirik. C vur 1,5 C bölünsün C üstə gəl 1,5, 2,5 C. Bu da olur 0,6 C. C variantı. Verilən elektromaqnit dalğalarından hansının tezliyi ən kiçikdir? Deməli, elektromaqnit dalğaların şkalası radio dalğalar, mikro dalğalar, infraqırmızı, görünən, ultrabənövşəyi, rentgen, bir də var qamma. Aşağıya doğru getdikcə tezlik artırdı. Yuxarıya doğru getdikcə isə tezlik azalır. Ona görə də ən kiçik soruşur, ən yuxarıda olan radio dalğalar. 42. Harmonik qanun ilə rəqs edən cismin sürətinin amplitud qiymətini hesablayın. Deməli, A maksimum verilib bizə 6, omeqanı verib 3. Bizdən soruşur V maksimumu. V maksimum bərabərdir. A maksimum bölünsün omega. Bu hardan çıxdı? A maksimum bərabər. V maksimum vur omegadan. Heç nə. 6 bölünsün 3 olacaq cavabınız 2. Yəni A variantı. Burada Y variantıydı. Rəqs konturunda T bərabər 0-andır. Kondensatorunki maksimal qiyməti marki. T bərabər 0-andır, yəni ilk an. İlk anda əgər maksimaldırsa, deməli bu Kosinus qanunu dəyişir. Hansı ən qısa müddətdə yenə öz maksimal qiymətini alar? İlk an burada. Yəni 0 olduğu an ilk andır. O burada. Maksimumdur. Və bizim periodumuz, baxın, 1, 2, 3, 4. Gəldi düşdü bura. 2 təpə arasındakı məsafə, 2 qabarıq arasındakı məsafə perioddur. Və bunların hər biri 4də 1 periyoda uyğun gəlir. Bura 4də 1 perioddur. Baxın, bu hissə 4də 1-dir. Bura 4də 2-dir, yəni T bölü 2-dir. Bu hissə isə 3T bölünsün 4. Yuxarı hissə isə 1 tam periyoda uyğundur. Gördüyümüz kimi T bölü 4 anından sonra yük 0-a kimi azalıb, amma yenidən öz maksimal qiymətini alır. Ona görə də T bölü 2 müddətində A variantı. 44. Qaz qızdırıldıqda manometrin içərisində olan su səviyyələri arasında şəkildə kimi fərq yaranmışdır. Qazın təzyiqi necə və nə qədər dəyişmişdir? Əvvəlcə manometrdəki su səviyyələri bərabər idi. Atmosfer təzyiqi onsuz 5 paskal, Rho su 1000, J isə 10 metr böl saniyə kvadratıdır.
Əvvəlcə əgər qollar arasındakı fərq 0 isə, yəni manometrin göstəriciləri eyni isə, deməli P qaz P atmosferə bərabər idi. Daha sonra nə baş verib? Deməli qazı qızdırdıqda baxın bu hissədə K nöqtəsindəki təzyiq buradakı təzyiqə bərabərdir. Burada yalnız var qaz, amma bu hissədə isə həm qaz var, həm də suyun, həm atmosfer təzyiqi var, həm də suyun təzyiqi var. Deməli ikinci halda qazın təzyiqi o birinci hal idi. P qaz bərabərdir. P atmosfer üstə gəlinsin ρGH-dır. Deyir necə dəyişmişdir? Necə dəyişmiş deyəndə P qaz 2-dən P qaz 1 çıxmaq lazımdır. Çıxanda atmosfer təzyiqləri gedir və yalnız qalır ρGH. 10 üstü 3 vurulsun 10 vurulsun 20 cm, yəni 0,2 olacaq 2 kilopascal artmışdır. D variantı. 45-də omega vursi, omega enerji sıxlığı CS işığın vakuumda yayılma sürətidir. Bu şüalanma selinin sıxlığı və ya şüalanmanın selinin sıxlığı və ya şüalanmanın intensivliyidir. C variantı. 46. İnduktivliyi 50 millihenri olan sarğası cəryan şiddəti bu qanunla dəyişirsə, T bərabər 4 saniyə sonunda yaranan öz-özünü induksiya elektrik hərəkət qüvvəsinin modunu hesablayın. Elektrik hərəkət qüvvəsinin modulu L delta I böl delta T. Qarşısında mənfisi var və modul dediyinə görə modulda yazaq, bərabərdir. Deməli, buradan alırıq ki, HQ bərabər idi, mənfi L vurulsun I-nin zamana görə törəməsinə. Yenə də modulda. İndi başlayaq yazmağa. Bərabərdir. Mənfi L neçədir? 50 vurulsun 10 üstü mənfi 3. I-nin zamana görə törəməsi neçə eləyir? Mənfi 8 eləyir, düzdürmü? Mənfi 8-dir. Mənfi 8-dir. T-nin də yerinə 4 yazaq. Bu mənfi oldu müsbət, onsuz da modulda müsbət çıxardacaqdıq. Deməli, olacaq belə. 50-ni 4-ə vursaq 200, 200-də 8-ə vursaq 160, 160-ı da 1000-ə bölsək, deməli 200 vurulsun 10 üstü mənfi 3, vurulsun 8. Buradan 2 sıfırımız geçsin, buradan da 2'si geçsin, qalsın mənfi 1, 2 vur 8, 16, 16-da 10'a bölsək düşəcək 1,6 volt D variantı. 47. Rəqs konturunda yük və cəryan rəqsləri uyğun olaraq Q bərabər Q maksimum kosinus 3D və I bərabər mənfi 12 sinus omega T amper qanunu ilə dəyişir. Yükün ampertut qiymətini hesablayın. Nəyə bilməlisiz? I Q-nun törəməsidir və törəmə tapılarkən kosinus mənfi sinusa çevrilir və kosinus fi elə sinus fiyə bərabər olur. Yəni elə burada da omeganın qiyməti 3-dür. I maksimum 12, Q maksimumsa bilmirik, onu tapmaq lazımdır. Və I maksimumun üstürü Q maksimum vurulsun omegada. 12 bərabərdir Q maksimum vurulsun 3'ə. Q də bərabər 4 kulon. D variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Elektrik qaynağı, ildırım çaxması, qaz boşalması baş verir. Bəli, hər ikisində də qaz boşalması baş verir. Müstəqil qaz boşalması. Yer ilə bulud arasında baş verir ildırım çaxması. Qövs boşalması baş verir elektrik qaynağında. Digərinə nisbətən çox yüksək gərginlikdə baş verir. İldırım çaxması aiddir qığılcım boşalmasına və çox yüksək gərginlikdə baş verir. 49. Nöqtəvi Q0 yükünün A nöqtəsində yaratdığı elektrik sahəsi intensivlik vektorunun modulu 3-7-dir. Burada yanan 3-7. BT yaradan induksiya intensivlik vektorunun modulunu hesablayaq. Deməli, intensivlik vektoru KQ bölünsün R kvadratıdır. Yük eyni yükdür, məsafə fərqlidir. Məsafə ilə tərs kvadrat qaslı, yəni R-dən R bölü 2-yə gəlib, məsafə 2 dəfə azalıbsa, intensivlik 4 dəfə artacaq, olacaq 12Y. 50 nömrəli tapşırığı, deməli, 20 sınaqda görə bilərsiniz, amma nəzərinizə çatdırım ki, mənim yazıb verdiyim suallar, yəni test çıxmamışdan qabaq olan suallardır. Oradan götürüb yazmamışam. Sadəcə təsadüfən üst-üstə düşdü suallar. Oxşar suallardır. Deməli, AB keçidi zamanı qazın gördüyü iş A olarsa, AB keçidi zamanı qazın gördüyü iş. Baxın bu hissədir. Bu fiqurun sahəsidir. Fiqurun sahəsi A bərabər S fiqura bərabərdir. S fiqur P1 üstə gəlsin P2 bölünsün 2 vurulsun delta V. Yəni 2V'yə. Kiçik oturacaq P, böyük oturacaq 3P'dir. P üstə gəlsin 3P olacaq 4P. Buradan da 2'lər getdi. Aldıq 4PV. Deməli 4PV'yə bir A demişik. Bağışdırıq idi, yəni qazın gördüyü iş. Daha sonra deyir BC keçidi zamanı. BC keçidi zamanı görülən iş bu fiqurun sahəsinə bərabərdir. Yəni 3P vurulsun yenə 2V'yə. A iştirik B'dən C'yə. 3P vurulsun delta V, yəni 2V. Oldu 6PV. Və baxaq 4PV əgər A-dırsa, 6PV də olacaq 1,5A.
C-dən D izoxor prosesdə, izoxor prosesdə də iş görülmür. Orada görülən iş 0-a bərabərdir. Ümumilikdə görülən iş A, 1/5A olacaq 2/5A qədər iş görülmüşdür. 51. İki kürəcik əks istiqamətdə hərəkət edir, qeyri-elastiki toqquşur. İtirilən mexaniki enerjini hesablayan birinci gəlin son sürəti hesablayaq. V son bərabərdir. M1 V1 yəni 6MV çıxılsın M2 V2 4MV 6MV çıxılsın 4MV bölünsün M1 üstə gəl M2 5M. Deməli 6MV çıx 4MV olur 2MV, 2MV bölünsün 5. 2MV bölünsün 5, M'lərimiz də gedir, qalır 2/5 0,4 V. Deməli son sürət 0 olmalı. 0 olsaydı itirilən mexaniki enerji bunların ilk enerjilərinə bərabər olacaqdı. Yəni cisim dayandığından bütövlükdə mexaniki enerjisini itirmiş olacaqdı. İtirilən enerjini tapmaq üçün son enerjidən başlanğıc enerjinin çıxmaq lazımdır. Son enerjimiz belə tapılır. Deməli M1 üstə gəlsin M2. Son deməli qeyri-elastiki toqquşmada bir yerdə hərəkət edəcəklər deyə kütlələr cəmlənir. Vurulsun V sonun kvadratı. Yəni 0,4 V-nin kvadratı. Çıxılsın başlanğıc. Başlanğıcı da gəlin yuxarıda hesablayaq. Başlanğıc enerjinin nədir bəs uşaqlar? Başlanğıc enerji bunların ayrı-ayrılıqda kinetik enerjilərinin cəmidir. Bərabərdir. Birinci halda kinetik enerji M vurulsun 3M vurulsun 2V kvadrat yəni 4V kvadrat bölü 2 qaldı 6MV kvadrat üstə gəlinsin ikincidə 2M vurulsun yenə 4V kvadrat bölünsün 2. Deməli bura oldu. Buradan 2'lər getdi 4MV kvadrat. Burası 6MV kvadrat oldu 10MV kvadrat. Deməli başlanğıc enerjimiz də 10MV kvadratdır. Aha bərabərdir. M1 üstə gələm ki 5M vurulsun 0,4'ün kvadrat olacaq %16 V kvadrat bölünsün 2. 0,16 ilə 2 ixtisar getsə qalacaq 0,8 V kvadratı. 5M'i də 0,8'ə vursaq çıxılsın 10MV kvadratı yazaq bura. 5'i də 0,8'ə vursaq olacaq 0,4 MV kvadratı. Çıxılsın 10MV kvadrat. Alarıq ki -9,6 MV kvadrat. Mənfi işarəsi enerjinin itirildiyini bildirir. Yəni enerjinin azaldığını olacaq C variantı. Səthi gəlmə əmsalı üçün doğru olanları seçin. Böhran temperaturunda 0-a bərabər olur. Doğrudur. Mayının növündən asılı doğrudur. Bir də temperaturdan tərs asılı, kütlədən asılı deyil. Vahiddəki Newton bölü metrin kvadratı yox. Newton bölü metrdir. Bunlar səhvdir. 1 və 2 A variantı. Səs dalğası havada 340 metr/saniyə sürətlə yayılır. 3 saniyə ərzində qət etdiyi məsafəni hesablayan. Səs dalğası mühitdən mühitə keçəndə sürəti dəyişir. Bir cins mühitdə bərabər sürətlə yayıldığından elin düsturu V tedi 340 vurulsun 3 0 12 1 yadda 1020 metr. 54 izobar sıxılma. İzobarda P sabit olur. P sabitdir və sıxılma deyirsə temperatur azalmalı. Çünki P bərabər nÜRT. Sıxılmada həcm azalır. Həcm azalması üçün temperatur azalmalıdır. 5 keçidi. İnduktivliyi 2 millihenri olan sarxacıdan axan cəryan şiddəti 3 amper olarsa maqnit sahəsinin enerjisini milli-jolla hesablayın. Maqnit sahəsinin enerjisi L kvadrat bölü 2'də milli-jolla dediyinə görə millini çevirmirəm. Elə yazıram 2 vurulsun 9 i-nin kvadratı bölü 2. 9 milli-jol. 56. Şaqili yuxarı hərəkət edən liftin sürətinin zamanı nasıl qrafik verilmişdir? Qrafikə görə liftin içərisində olan 60 kq kütləli sərnişinin çəkisini Newtonla hesablayın. Bərabər sürətlər hərəkətdə. Bərabər sürətlər hərəkətdə də çəki bərabərdir MJ-yə. P bərabər M vur J. M 60'dır, J də 10'dur. Deməli bu müddət ərzində çəkisi olacaq 600 Newton. 57. Uyğunluğu müəyyən edin. Elektron, elektrik və maqnit sahələrindən şəkildə verilən istiqamətə daxil olmuşdur. Ağırlıq qüvvəsinin təsiri nəzərə alınmır. Bu keçən ilki suallarımızdandır. Sahə tərəfindən elektron təsir edən qüvvə 0-a bərabərdir. Maqnit sahəsinə zərəci 3 cür daxil olur. İstiqamətində perpendikulyar, bir də ki, hər hansısa baş istiqamət və ya əksinə 0 180, perpendikulyar 90, bir də bundan fərqli bucaqlarda. Bunlardan fərqli bucaqlarda spiral varı hərəkət edirdi. Bizə verilən istiqamətində və perpendikulyarda. İstiqamətinə daxil olanda maqnit sahəsinə qüvvə təsir etmir. Lorentz qüvvəsi 0 olur. Və ya əksinə daxil olanda. Deməli 0-a bərabərdir. Bu getdi 2-yə. Sahə tərəfindən elektron təsir edən qüvvə sola yönəlmişdir. Baxaq uşaqlar. İntensivlik də baxın burada təsir etmir. İndi bu hər ikisində də təsir edən qüvvəni çəkək. İntensivlik görən kimi bura tez müsbət,
Burası mənfi qoyuruq və elektron təsir edən qüvvə müsbətə doğru, yəni sahənin əksinə yönəlir, sola doğru. Deməli, B olacaq birinciyə. Sahə tərəfindən elektron təsir edən qüvvə şəkil müstəvisindən bizə perpendikular yönəlmişdir. Bunu tapmırıq, bunu tapdıq. Qaldı üçüncü. Üçüncünü də yoxlayaq. Üçüncü deməli perpendikular daxil olub sol əl qaydasını hesablayırsınız. Sol əlinizi elə tutmalısınız ki, B induksiya vektoru ovuca daxil olsun. Və dörd barmağınız yuxarı doğru yönəlmiş olsun. İnduksiya vektoru əgər baxın bu bizim ovucumuzdur. Ovucumuza doğru daxil olursa, sol əlinizin baş barmağı şəklə doğru perpendikular olacaq. Amma bu mənfi 2 olduğuna görə biz şəklə doğru yox, bizə doğru götürməliyik. Ona görə C də getdi bura. Sahə tərəfindən elektron təsir edən qüvvə bizdən şəkil müstəvisinə perpendikular. Bu artıq səhvdir, çünki biz artıq onun əksini götürdük. Elektron təsir edən qüvvə yuxarı yönəlmişdir, bu da yoxdur. Hər bir üçündən təsir edən qüvvənin istiqamətlərini çəkdik. 58. A cismi B cismi ilə birlikdə bərabər yeniləşən hərəkət edir. Topluda belə bir sualınız var. A cismə təsir edən sürtünmə qüvvəsinin istiqaməti göstərilmişdir. B cismin sürətinin x oxu üzrə proyeksiyasının zamanı asılı qrafikini çəkin. Deməli, bərabər yeniləşən hərəkət edir. Və yuxarıdakı cismin sürtünmə qüvvəsi həmişə aşağıdakının təcilinin eyni istiqamətdə olur. Deməli, təcilimiz sağa doğrudur. Yeniləşən hərəkəti icra etdiyinə görə sürət də sağa doğru olacaq. Deməli, sürətin zamanda asılı qrafiki və proyeksiyasının x oxu istiqamətində yeniləşən. 59. Mexaniki rəqsə hərəkət edən cismin təcilin zaman asılığına əsasən sürətin amplitude qiyməti yenə A maksimum bərabərdir. V maksimum vur omeqadır. V maksimum yerinə gəlir qrafik var idisə bilirdik. Period olan düsturu yazılmalıdır. 2pi bölünsün T. 6. Aha, deməli bizdən sürəti soruşur buradan. Sürət də nəyə bərabərdir? Sürət də bərabərdir. A vur T bölünsün 2piyə. V maksimum bərabərdir. A maksimum vurulsun T bölünsün 2pi. A maksimum 6'dır. Vurulsun T. T tapanda baxın, ya 2 qabarıq arasını götürsünüz, 5 çıx 1, 4 yazmalısınız. Və ya belə 4-dən də saya bilərsiniz. Kimə necə rahatdır, elə də tapır. Vurulsun 4 bölünsün 2 vurulsun 3. 2 vur 3 6 edir. 6'lar getdi. Qaldı 4 metr bölünsün saniyə. 60. Maddi nöqtə x bərabər 3 qoysunuz 6 t qanunda harmonik mexaniki rəqs edir. Hərəkətə başlayan andan periodun yarısına bərabər olan müddətdə desimetr yol gedər. Yolun düsturu 4x vurulsun n-dir. Periodun yarısına bərabər olan müddət deyirsə, periodun yarısına bərabər olan müddətdə. Gəlin baxaq. Deməli, x-in burada 3-dür. 4 vurulsun 3. Burada uşaqlar nəyə fikir verməlisiniz? N-in yerinə t bölü t yazırsınız. Periodun yarısına bərabər olan müddət o deməkdir ki, t-nin yerinə t bölü 2 yaz. 4 vurulsun 3, t bölünsün 2. Aşağıda bir t var, t. T'lər getdi. Aldıq, deməli 4 vur 3 bölünsün 2, 12, 12-ni 2 bölsəz 6 metr yol getmiş olar. Sağ olun uşaqlar.